Herkese salam. OTK'nın 16 Mart 2025-ci il tarixini keçirdiyi sınavın 9-cu siniflər üçün olan riyaziyyat suallarına baxırıq. 31-ci sualdan başlayaq. ABC üçbucağın medianları O nöqtəsini kəsişir. B-nin median uzunluğu 12 sm olarsa, BO parçası uzunluğu tapın. Uşaqlar, üçbucaqda medianlar O nöqtəsini kəsişdiyi bildirilir və kəsişmə nöqtəsində təpədən başlayaraq 2 nisbətində bölünür. 2x, x. B-nin median uzunluğu 12 sm-dir. 2x üstəgəl x bərabərdir 12. 3x bərabərdir 12. X-in qiyməti tapırıq biz 4. BO parçasının uzunluğunu istəyir. BO parçasının uzunluğu 2x-ə bərabər 2 vur 4. 8-ə bərabərdir B variantı. 32-ci suala baxaq. Sıfırdan fərqli x və y həqiqi ədədlər üçün modul x bərabərdir mənfi x və modul y bərabər y olarsa, təkidlərin hansı doğrudur? Uşaqlar, əgər modul x-dan mənfi x çıxıbsa, deməli x ədədi mənfi ədədiymiş. Modul y bərabər y olarsa, o zaman y də müsbət ədədiymiş. İndi baxaq təkidlərə. Birinci təklikdə x vurulsun y-in kvadratı verilir. X sözü mənfi ədəddir. Y özü də müsbət ədəddir. Müsbət ədədin kvadratı uşaqlar müsbət edir və mənfi və müsbət ədədin hasılı mənfi edir. Birinci təklif düzgündür. İkinci təklifə baxaq. X sözü mənfi ədəddir. Mənfi ədədin kvadratı olur müsbət. Y özü müsbət ədəddir. Müsbəti müsbətə vuran nəticə müsbət olur. İkinci təklif də düzgündür. Üçüncü təklifdə uşaqlar x mənfi, y müsbət. Mənfi ədədi müsbət ədədə vuranda nəticə olur mənfi ədəd. Üçüncü təklif yanlışdır. Cavab oldu D variantı. 33-cü suala baxaq. X kvadratı çıxılsın. 6x üstə gəl y kvadrat üstə gəl 8y bərabər 0 tənliyi ilə verilmiş çevrənin radiusunu tapın. Uşaqlar, çevrənin tənliyi x çıxılsın. A kvadratı üstə gəl y çıxılsın b kvadratı bərabərdir r kvadratı. Burada müəyyən bir müxtəsər bulma üsulu əmələ gəlməlidir. X kvadrat çıxılsın 6x üstə gəl 9 olsa uşaqlar olacaq x çıxılsın 3-ün kvadratı. Burada 9-u mən özümlə əlavə edədiyim üçün 9-da çıxırım. Daha sonra y kvadrat üstə gəl 8y üstə gəl 16 olsa, o zaman uşaqlar y üstə gəl 4-ün kvadratı olacaq. Bura 16-nı özümlə əlavə edədiyim üçün 16-dan çıxırım. Deməli, çıx 9 yazıram, çıx 16 yazıram, bərabər edirəm 0-a. Daha sonra mənfi 9 və mənfi 16 keçirən verilmiş tənliyin sağ tərəfini o zaman işarəyə dəyişəcək olacaq müsbət. X çıxılsın 3-ün kvadratı, üstə gəl y üstə gəl 4-ün kvadratı bərabərdir. 9 üstə gəl 16. 9 üstə 16 yəni uşaqlar 25 eləyir və bizdə ümumi çevirən tənliyi nə formadaydı? X çıxsın A kvadratı, üstəki Y çıxsın B-nin kvadratı bərabərdir R-in kvadratı. Burada 25 R-in kvadratına bərabərdir. R kvadrat bərabərdir 25, R-in özü də, radiusu özü də 5-ə bərabərmiş. Cavab oldu C variantı. 34-cü suala baxırıq. Deməli, burada uşaqlar kökün dərəcəni bir-birinə vuraq. Olacaq kök altında 5 vur 6, 30. 125-i mən yazıram 5-in kubu şəklində. Çıxılsın 1. Məxrəc eyni qaydada kökün dərəcəni bir-birinə vuraq. 3 vur, 4 vur, 5. Nəticə oldu 60. 125-də yazıram 5-in üstü 3. Üstə gəl 1, üstə gəl 1. Uşaqlar, həmişə bu kökün dərəcəsini mən yazıram. Deməli, məxrəcdə bu 5-in qüvvətində yazıram surətdə. Çıxılsın 1. Eyni qaydada deməli 5-in üstü 60-da 3. Üstə gəl 1, üstə gəl 1. Uşaqlar, burada 3 ilə 30 ixtisar gedir, qalır 10-da 1. 60 ilə 3 ixtisar gedir, qalır 20-də 1. Bərabərdir. Mən 10-da 1-i yaza bilərəm. 5-in üstü 20-də 1-in kvadrat şəklində. Niyə? Burada 2 ilə 20 ixtisar edəcək, qalacaq 10-da 1. 1-in kvadratının üstü 1 edir. Sonra məxrəcsiz olduğu kimi yazıram. 5-in üstü 20-də 1, üstə gəl 1, üstə gəl 1. Sonra uşaqlar bunu A kvadrat çıxılsın, B kvadrat kimi açıram. A çıx B, A plus B. Yəni 5-in üstü
20'də 1 üstə gəl 1. 5'in üstü 20'də 1 çıxılsın 1. Məxrəcdə də 5'in üstü 20'də 1 üstə gəl 1. Burada bir də üstə gəl 1 var. Daha sonra 5'in üstü 20'də 1 üstə gəlsin 1. 5'in üstü 20'də üstə gəlsin 1. Buna ixtisar gəldi. Qaldı nə? 5'in üstü 20'də 1 çıxılsın 1 üstə gəl 1. Burada mənfi bir və müsbət birin cəmi 0 olur. Nəticə oldu 5'in üstü 20'də 1. Bunu da mən yaza bilərəm uşaqlar. 20 biz verilmiş kökün dərəcəsində yazırdıq. 1'i də yazıram 5'in qüvvətində. 5'in üstü 1'də 5 edir. Cavab oldu C variantı. 35-ci sualda deməli A çoxluğu verilib 1, 2, 3, 4 və B çoxluğu 3, 4, 5, 6 çoxluqları üçün birləşməsində olan elementlərin sayını soruşur. Uşaqlar, birləşmədə olan elementlər A birləşmə B bərabərdir. 1, 2, 3, 4. Daha sonra 5, 6. Burada olan elementlərin sayıdır uşaqlar. 6 dənədir. NA birləşmə B bərabərdir. 6 cavab oldu. B variantı. 36-cı suala baxaq. Əküb n üstə gəl 1, n üstə gəl 2, üstə gəl əbub, n üstə gəl 3, n üstə gəl 4 bərabərdir 57 olarsa, n-i tapın. Uşaqlar, n üstə gəl 1 və n üstə gəlsin 2 ardıcıl gələn natural ədədlərdir və onların əkubu onların hasilinə bərabərdir. Yəni, n plus 1 vurulsun n plus 2. Əbubi isə ardıcıl gələn natural ədədin əbubi isə 1-ə bərabərdir. Üstə gəl 1 bərabərdir 57. Deməli, bu tənliyi həll etmək lazımdır. N üstə gəl 1, n üstə gəl 2. Bərabərdir 57 çıxılsın 1, 56. Uşaqlar, hansı ki ardıcıl gələn natural ədədin hasili 56-ya bərabərdir? 7 və 8-in hasilidir ki, 56-ya bərabərdir. N üstə gəl 1 bərabərdir 7-yə. N-in də qiymətini tapırıq. 7 çıxılsın 1, 6. Cavab oldu C variantı. 37-ci suala baxıraq. 36x çıxılsın x kubu çox adresini vurğulara ayırın. Hər ikisində şöyle orta vuru x-dir. X-i çıxaran mürtəzi xaricində yerdə qaldı nə? 36 çıxılsın x kvadratı. 36-nı mən yaza bilərəm uşaqlar 6-nın kvadratı kimi. A kvadrat çıxsın B kvadratı kimi açmaq üçün. A kvadrat çıxsın B kvadratın açılışı nə idi? A çıx B, A plus B. Yəni 6 çıxılsın x, 6 üstə gəl x. Cavab oldu E variantı. O 8-ci suala baxaq. A bölünsün B 1-in bölü 4 olarsa, yəni A-nın B-yə nisbəti 1-in 4-ə nisbəti olarsa, A ədədi A üstə gəl B ədədinin A üstə gəl B cəminin neçə faizini təşkil edir? Uşaqlar, burada bizə A bölünsün, A üstə gəl B vurulsun 100% soruşur. Bir ədəd digərinin neçə faizidir təşkil edir desə, o zaman birinci deyilən ədədi ikinci deyilən ədədə bölüb 100-ə vurur. Deməli, uşaqlar, burada A x-dir, B isə 4x-dir. Gətirə qoyaq yerinə. X sonra x üstə gəlsin 4x. X üstə 4x gələn uşaqlar olur 5x. Vurulsun 100%. İxtisar ixtisar getdi. Sonra 5 ilə 100 ixtisar getdi, qaldı 20. Cavab oldu C variantı. 39-cu sual. X-in kvadratı çıxılsın 14, x üstə gəl 45 idi, bərabərdir 0, bərabərsinin tam həllərinin sayını tapın. Şöyle bu bərabərsinin kökləri, deməli, kökləri cəmi əks şair ortadakı həddə, yəni 14-də, hasili isə sərbəst həddə bərabərdir. Hansı ki ədədin cəmi 14, hasili 45-dir. 9 və 5 ədədlərdir ki, onların cəmi 14, hasili 45 edir. İndi interval üsulu həll edək. 9 və 5-i qeyd edək. 9-un böyük ədəd olan onu qoysaq, o zaman nəticə olacaq müsbət, mənfi, müsbət. Bizə ikisi 0, ikisi bərabər 0, yəni mənfi olan hissəni istəyir. O da olacaq, uşaqlar, 5 və 9 parçası. Deməli, bu bərabərsinin tam həllərin sayını istəyir. 5, 6, 7, 8, 9. Oldu 5 dənə. Cavab oldu E variantı.
40-cı suala baxaq. Bir zəri iki dəfə atdıqda birinci dəfə 4, ikinci dəfə sadə ilə düşməsi hadisəsinin ehtimalı tapın. Uşaqlar bir zəri deməli ki, bir dəfə atanda 6 dəfə hal ola bilər. Və 4-ün düşməsi isə 6-da 1 ehtimaldır. Daha sonra ikinci dəfə sadə ilə düşməsi yenə 6-dan hal ola bilər. Sadə hansı ola bilər? İndi ümumiyyətlə zər atanda uşaqlar 1, 2, 3, 4, 5, 6 ədədlər düşə bilər. Bir nə sadə, nə mürəkkəb ədəddir. 2 sadə ədəd də olar. 3 sadə də olar. 4 mürəkkəb də olmaz. 5 sadə də olar. 6 mürəkkəb də olmaz. Deməli 3-dən sadə də ola bilər. 6-da 3 ehtimaldır. İndi altda 1, altda 3 oranı uşaqlar. Burada 3-dən 6 ixtisar gedir, qalır 2-də 1. Altda 1, 2-də 1 vuranda olur o 2-də 1. Cavab oldu C variantı. 41-ci suala baxaq. 8-ci 3 kəsirini onluq kəsir şəklində göstərin. Onluq kəsir uşaqlar məxrəci 10, 100, 1000 və s. şəklində göstərilə bilən ədədlər deyilir. Bununla məxrəci mən 1000 şəklində göstərə bilərəm. 8-i 125-ə vururam, olur 1000. Deməli 3-ü də 125-ə vurmalıyam. O da olacaq 375. O da olacaq 0 tam 1000-də 375. Cavab oldu E variantı. 42-ci suala baxaq. X çıxılsın 4 bölünsün kök 6 x çıxılsın 2 kəsirini ixtisar edin. Uşaqlar x çıxılsın 4-ü mən yaza bilərəm. Kök 6-nın x-in kvadratı çıxılsın 2-nin kvadratı. Və bunu a kvadrat çıxılsın b kvadrat kimi aça bilərəm. Yəni a çıx b, a üstə gəl b. Kök altında x çıxılsın 2, kök altında x üstə gəl 2. Məxrəci uşaqlar, kök altında x çıxılsın 2 var. Bunlar hər ikisi ixtisar getdi. Qaldı nə? Kök altının x üstə gəlsin 2. Cavab oldu A variantı. 43-cü suala baxırıq. Kökləri x1 və x2 olan x kvadratı çıxılsın. Mx üstə gəl 9 bərabər 0 tənliyi üçün kök altında x2 bölü x1 üstə gəl kök altında x1 bölü x2 bərabər 4 olarsa m-i tapın və m parametridir. İndi uşaqlar burada verilmiş bu tənliyə əsasən tənliyi kökləri cəmi x1 üstə gəl x2 bərabərdir əks işarə ortadakı həddə, yəni m-ə. Hasili isə sərbəst həddə olan 9-a bərabərdir. Daha sonra bu bərabərliyə baxanda kök altında x2 böl kök altında x1 üstə gəl kök altında x1 böl kök altında x2 bərabərdir 4. Daha sonra uşaqlar mən bunun məxrəcini yaza bilərəm. Kök altında x1 vur x2 və verilmiş bu ifadəni kök altında x1-ə böləndə uşaqlar x2 alınır. Olacaq kök altında x2-nin kvadratı üstə gəl. Yenə bu ifadəni kök altında x2-yə böləndə x1 alınır və burada olacaq kök altında x1-in kvadratı bərabərdir 4. Daha sonra uşaqlar, burada kvadratla kök bir-birini aparır və bizim modulda alınacaq. Deməli, modulda x1 üstə gəl modulda x2 bölünsün kök altında x1 vur x2 bərabər 4 verilir. Demək uşaqlar, x1 və x2-nin cəm m idi. Yazıram modulda m bölünsün. x1 və x2 hasili 9-dur. Kök altı 9-dan da 3 çıxır. Bərabər 4. Demək uşaqlar, modul m bərabər 3 vur 4, yəni 12-yə. M-in öz qiyməti uşaqlar mənfi müsbət 12-yə bərabərdir. Cavab oldu A variantı. 44-cü suala baxaq. Həcmi 64 olan kubun bir üzünün diaqonalını tapın. Uşaqlar, kubun həcmi V bərabərdir A kubu 64-ə bərabərdir. Demək, kubun bir üzünün 4-üymüş. Bizə bir üzünün diaqonalı soruşur. O da A kök 2-yə bərabər. Çünki kubun bir üzü kvadratdır. Kvadratın diaqonalı da A kök 2-dir. O da olacaq 4 kök altında 2. Cavab oldu C variantı. 45-ci suala baxaq. Hündürlükləri 4 sm və 3 sm olan poliqramın kiçik tərəfi 9 sm olarsa,
Onun böyük tərəfinin uzunluğu tapın. Bir parallelogram verilib. Deməli, onun kiçik tərəfinin uzunluğu 9 santimetrdir. Hündürlükləri 3 və 4-dür. Uşaqlar, yadınızda saxlayın. Paralleloqramın böyük hündürlüyü kiçik tərəfə, kiçik hündürlüyü böyük tərəfə çəkilib. Demək, kiçik hündürlük 3-dür, o böyük tərəfə. Böyük hündürlük 4-dür, o da kiçik tərəfə çəkilib. Daha sonra bura mən A desəm. İndi uşaqlar, biz paralleloqramın sahəsini necə hesablayırdıq? S bərabərdir A vur HA, o da bərabərdir B vursun HB. Yəni, eyni bir paralleloqrama söhbət gedirsə, onların sahələri bir-birinə bərabərdir. Yəni, buradan A-nın 3-ə hasilinin 4-ün 9-a hasilə bərabər olduğunu tapırıq. 3A bərabərdir. 4-ü 9-a vuranın uşaqlar 36, A-nın da qiyməti 36 bölü 3, 12. Bizi böyük tərəfin uzunluğunu soruşur. Cavab oldu C variantı. 46-cı suala baxaq. Deməli, uşaqlar, ilk öncə AB və BA-nın açılışını yazaq. AB-nin açılışı uşaqlar 10A üstəgəl 10A üstəgəl B, BA-nın açılışı isə 10B üstəgəl A şəklindədir. Gətirək qoyaq verilmiş bərabərlikdə yerinə. Deməli, 10A üstəgəl B məxrəcdə 10B üstəgəl A bərabərdir. 17-də 5. Uşaqlar, çarpaz vuraq. 17 vurulsun. 10A üstəgəl B bərabərdir. 5 vurulsun. 10B üstəgəl A. Uşaqlar, qrup açaq. 170A üstəgəl 17B bərabərdir. 50B üstəgəl 5A. 5A'nı keçirən verilmiş bərabərliyin sol tərəfinə, 17B-nin sağ tərəfinə. O zaman uşaqlar 165A bərabərdir 33B. Hər tərəfi 33-ə bölsək uşaqlar 5A bərabərdir B olduğunu tapmış oluruq. A-nın yerinə 1 qoysaq, B-nin qiyməti olacaq 5. A-nın yerinə 2 qoysaq, B-nin qiyməti olacaq 10. Amma B heç vaxt 10 ola bilməz. B tək rəqəmli bir ədəddir. Yəni, A-nın qiyməti 1 olmalıdır mütləq şəkildə, B-nin qiyməti də 5 olmalıdır. Və A plus B cəmini soruşur. 1 üstə 5 gəldi, nəticə oldu 6. 47-ci suala baxaq. Deməli, iki düz xəttin kəsişməsində alınan bucaqlardan ikisinin cəmi 220 dərəcə olarsa, bu bucaqlara qonşu olan bucağın dərəcə ölçüsünü tapın. İndi uşaqlar, iki düz xət var və onlar kəsişir. Alınan bucaqların ikisinin cəmi, uşaqlar, burada bir qarşılıqlı olan bucaqlar əmələ gəlir, bir də qonşu olan bucaqlar əmələ gəlir. Deməli, alfa, alfa, beta, beta. Burada alfa və beta qonşu bucaqlardır. Alfa, alfa qarşılıqlı olan bucaqlardır. Demək, ikisinin cəmi 220 dərəcə veribsə, demək, bunlar qarşılıqlı olan bucaqlarıymış. Çünki qonşu bucaqlar olsaydı, onların cəmi 180 dərəcə olardı. Onlara qonşu olan bucağın dərəcə ölçüsü 70 dərəcə olmalıdır. Cavab oldu 70. 48-ci suala baxaq. Diaqonalın kök altında 41 və kök altında 59 olan rombun perimetrini tapın. Uşaqlar, romb üçün belə bir düstur doludur ki, D1-in kvadratı gəl, D2-nin kvadratı bərabərdir 4A kvadratı. D1 kök altının 41-dir. Kvadrat üstə gəl. D2 kök altının 59-dur. Kvadratı bərabərdir 4A kvadratı. Kvadratla kök bir-birini aparır. Deməli, 41 üstə gəl 59 bərabərdir 4A kvadratı. 4A kvadratı bərabərdir 41 üstə gəl 59 olur 100. A kvadratı bərabərdir 25. A-nın özü oldu 5. Bizə rombun perimetri soruşur. Perimetrdə uşaqlar 4A-ya bərabərdir. Yəni 4 vur 5 nəticə olur 20. 49-cu suala baxaq. 16A kvadratı B kubu C üstü 4 bir ədlisinin dərəcəsi tapın. Bir ədlinin dərəcəsi uşaqlar verilmiş hərflərin
qüvvətlərinin cəmi nəzərdə tutulur. Yəni 2 üstəgəl 3 üstəgəl 4 nəticə oldu 9. 50-ci suala baxırıq. Deməli, 25x kvadrat çıxılsın 9y kvadratı bərabərdir 19. 5x çıxılsın 3y bərabərdir 1. Tənglər sistemindən x və y cəmini tapın. Uşaqlar, burada 25x kvadrat çıxılsın 9y kvadratı müxtəsər vurma düsturudur. A kvadrat çıxılsın b kvadratı. Mən bunu a çıx b, a plus b şəklində yaza bilərəm. Yəni 25x kvadratı 5x-in kvadratıdır. 9y kvadratı da 3y-in kvadratı bərabərdir 19. Mən bunu yazıram. 5x çıxılsın 3y. Daha sonra 5x üstəgəl 3y bərabərdir 19. İkinci tənlikdə 5x çıxılsın 3y bərabərdir 1 olduğu verilib. 1-i yalnız 19-a vuranda nəticə 19 edir. İndi yazıram uşaqlar. 5x çıxılsın 3y bərabərdir 1. 5x üstəgəl 3y bərabər 19. Uşaqlar, tərklər sistemini toplama üsulu ilə həll elə. Deməli, hər tərəfi toplayaq. Mənfi 3y və müsbət 3y-in cəmi olacaq 0. 5x və 5x-in cəmi 10x bərabərdir. 1 üstü 19 gələndə 20. X-in qiyməti 20 böl 10. Nəticə tapırıq 2. X tapdıq 2. Gətirək qoyaq y-in qiymət tapaq. 5 vur 2 çıxılsın 3y bərabərdir 1. 5 vur 2 10 edir. Ondan da çıxıq 3y bərabərdir 1. 3y bərabərdir. Ondan 1 çıxaq 9. Y-in qiyməti olacaq uşaqlar 9 böl 3. 3. Demək uşaqlar x-in də qiymətini bildik, y-in də qiymətini bildik. 2 üstə gəlsin 3 nəticə oldu 5. Hələ birinci suala baxaq. Yolun gedilən hissəsinin qalan hissəsinə nisbəti 5 böl 7-dir. Əlavə 6 kilometr yol gedildikdə bu nisbət 7 böl 5 kimi olar. Yolun ümumi uzunluğu tapın. İndi uşaqlar, ilk öncə bizə tutaq ki, bir yol verilib, AB-ni işarə eləyək. Yolun gedilən hissəsinin qalan hissəsindən nisbəti 5-7-dir. Tutaq ki, o 5x gedib və qalan hissə isə 7x-dir. Daha sonra deyək ki, əlavə 6 kilometr gedib. Tutaq ki, əlavə 6 kilometr gedib. O zaman gedilən hissə uşaqlar 5x üstəgəl 6, qalan hissədə uşaqlar 7x-dan 6 kilometr az. Yəni 7x-dan çıxıram 6. O zaman deyir ki, yolun gedilən hissəsinin qalan hissəsinə nisbəti 7 böl 5-dir. Yəni 5x üstəgəl 6 böl 7x çıxılsın 6 bərabərdir. 7-nin 5-ə nisbəti. Çarpaz vuraq uşaqlar. 5 vurulsun 5x üstəgəl 6 bərabərdir. 7 vurulsun 7x çıxılsın 6. 5-i 5-ə vuranda uşaqlar 25x. 5-i 6-ya vuranda 30. 7-ni 7-yə vuranda 49x. 7-ni mənfi 6-ya vuranda mənfi 42. Daha sonra uşaqlar 25-i keçirən verilmiş bərabərlik sağ tərəfinə, mənfi 42-ni də sol tərəfinə. Deməli, 49x çıxılsın 25x bərabərdir. Deməli, uşaqlar 30 üstə gəl 42, 72. Buradan tapırıq 24x bərabərdir 72. X-in qiyməti tapırıq ki, 72 böldü 24, 3. Bizə də yolun ümumi uzunluğu soruşur. Yolun ümumi uzunluğu uşaqlar 5x-in 7x-in cəmi 12x imiş. 12x. X-in qiymətini 3 bilirik. 12 vur 3 nəticə oldu 36. İkinci suala baxaq. Mərkəzi O1 nöqtəsində olan çevrə, mərkəzi O2 nöqtəsində və radiusu 8 olan çevrəyə daxildən toxunaraq O2 nöqtəsindən keçir. Demək olar, bu cümlənin mənası deməkdir ki, O1 və O2 nöqtəsindən keçən bir demək, düz xət var. Və A nöqtəsindən böyük çevrəyə çəkilən toxunanlar arasındakı bucaq 60 dərəcə olarsa, AB toxunan uzunluğu tapın. Uşaqlar,
Bu toxunanlar arasında işarə edin. Bax, bu toxunanlar arasındakı qalan bucaq 60 dərəcədir. Və bu bucaq onu tən bölür. Yəni, tən bölən funksiyasını yerinə yetirir. 30 dərəcə, 30 dərəcə olmalı ki, hissəyə ayırdım. Daha sonra şu olur. Radiusu da deyir ki, mərkəzi O2 olan nöqtəsində və radiusu 8 olan. Deməli, radiusu da 8 imiş. Bütöv 8 isə demək, bura olacaq 4, bura olacaq 4. Daha sonra şu olur. Verilmiş toxunan radius 90 dərəcə bucağı əmələ gətirir. Burada 60 dərəcə olsun. 90, 30, 63 bucağı əmələ gəlir. Demək, 30 dərəcə qarşıdakı duran tərəf nədir? 8-dir. 90 dərəcə qarşısında duran bütöv tərəfdə uşaqlar olmalıdır. 8-in kimisi 16. 16-dan 8-i burada. 8-i də uşaqlar qalacaq burada. Bizdən nə istəyir? Deyir ki, AB toxunan uzunluğunu tapın. Yəni bu x-i soruşur. Uşaqlar, toxunanla demək ki, kəsən arasında bir münasibət vardır. Toxunanın çöldə qalan hissəsi bərabərdir. Kəsənin çöldə qalan hissəsi, yəni 8 vurulsun kəsənin hamısı. Kəsən hamısı nə qədərdir uşaqlar? 16. İndi burada x kvadrat tapırıq. Mən 16 yazaram, 8 vurulsun 2 şəklində. X o zaman olacaq 8 kök altında 2. Biz x-in qiymətini soruşurdu. AB toxunan uzunluğu. Cavab olacaq 8 kök altında 2. 53-cü suala baxaq. ABC düzbucaqlı üçbucağında DY paraleldir CB. AD-nin DC nisbəti 3 bölü 4 olarsa və AB 21 olarsa BY parçasının uzunluğunu soruşur. Deməli, AD-nin DC-yə nisbəti 3 bölü 4-dür. AB 20-dir. Yəni, bu bütöv 20-dir. Daha sonra uşaqlar bizdən BY-ni istəyir. Buranın x istəyir. Bura x demək, bura bir A-dir. Artı x demişəm. Bura bir B-dir. Daha sonra oxşarlıq bunu həll edək. Deməli, burada 90 dərəcədir. Bura bir alfa deyim, bura bir beta deyim, bura bir beta deyim. Deməli, uşaqlar, burada A, D, Y və A, C, B üçbucaqlar oxşardır. Deməli, 90 dərəcə qarşıdan duran x-in, bu 90 dərəcə qarşıdan duran tərəf nədir? 3x üstə gəl 4x, 7x-dir. Daha sonra bu betdən qarşısında duran B-nin, bu betdən qarşısında duran bütöv AB uzunluğu nə qədərdir? 21. Burada x-lar getdi. Daha sonra uşaqlar 7 ilə 20 x-a gedir, qalır 3. B-nin uzunluğu tapırıq 3 vur 3, 9. Demək, 21-dən 9 çıxırıq, nəticəni tapırıq 12. Bizə də B-nin uzunluğunu soruşur. Cavab oldu 12. 54. İğne uzunluğundan 2 dəfə kiçik olan düzbucağının uzunluğuna 20% artırıb, enli dəyişmədikdə sahəsi 10 kvadrat metr artarsa, əvvəl verilmiş düzbucağının uzunluğunu tapın. Demək, uşaqlar, bizə bir düzbucaqlı verilib. Deyir ki, eni uzunluğundan 2 dəfə kiçikdir. İndi mən x desəm, uzunluğu ondan 2 dəfə böyük, 2x olacaq. Fikir verin, eni uzunluğu 2 dəfə kiçik olsun. Aha. Daha sonra deyir ki, düzbucaqlı uzunluğunu, yəni 2x-i 20% artır. 2x-in üzərinə gəlirəm, 2x-in 20%. Olacaq şu olur. 2x üstəgəl 0,4x nəticə oldu 2,4x. Və deyir ki, n-i dəyişmə. Aha, demək biz n-i tapır, n dedik ki, dəyişmədik. N olduğu kimi qaldı x formatında və uzunluğu 20% artımında uşaqlar 2,4x olur. Sahə olacaq burada n və uzunluğu hansıdır 2x kvadratı. Burada da 2,4x-in kvadratı deyir ki, sahəsi 10 kvadrat metr artarsa. Deməli, uşaqlar 2,4x kvadratından x kvadrat çıxanda nəticə alınmalıdır 10. Buradan da uşaqlar
0,4 x kvadrat bərabərdir 10 alınır və 10-u 0,4-ə böləndə uşaqlar nəticəni tapırıq 25. X-in də qiyməti tapırıq 5. Bizə deyir ki, əvvəl verilmiş düzbucağın uzunluğu tapın. 2x idi, 2 vururuq 5-ə, nəticə olacaq 10. Hər 5-ci suala baxaq. Y bərabərdir x kvadrat üstə gəl bx üstə gəl c funksiyasının qrafiki ayrıda doğru 0,6 nöqtəsində kəsir. Deməli, y oxunu kəsən nöqtə nə bildirir uşaqlar? C-ni. C oldu 6. Daha sonra T2N nöqtəsi parabolanın simmetri oxu üzərində yerləşərsə n-i tapın. İndi uşaqlar simmetri oxu üzərində yerləşirsə, demək bu M və N-dən söhbət gedir. Və bunun M-i var, amma N-in nə olduğunu bilmirəm. M-i olacaq uşaqlar. M-i necə tapırdıq? M bərabərdir mənfi B bölünsün 2A. M-i verilib uşaqlar bizdə 2. Bərabərdir 2. A-nın qiyməti verilmiş funksiyada 1-ə bərabərdir. Çünki x-in qarşısında heç bir qiymət yazılmıyor. Deməli, mənfi B bölünsün, 2 vurulsun 1, bərabər 2. B-nin qiyməti tapırıq uşaqlar, 2 vurulsun mənfi 2, mənfi 4. O zaman verilmiş funksiyamız necə olacaq? X kvadratı çıxılsın 4x, B-nin yerinə mən mənfi 4 yazdım, C-nin yerinə də 6 yazıram. Artıq n tapmaq asandır. N nəyə bərabərdir uşaqlar? 4AC çıxılsın B kvadratı bölünsün 4A-ya bərabərdir. Deməli, A-nın qiyməti 1-dir. 4 vur, 1 vur. C-nin qiyməti 6-dır. B-nin qiyməti mənfi 4-dür. Mənfi 4-ün kvadratı bölünsün 4-ə. 4 vur 1. Deməli, 4 vur 1, 4. 4 vur 6, 24. 24-dən çıxan uşaqlar mənfi 4-ün kvadratı, yəni 16. 24-dən 16 çıxanda nəticə olur 8. 8 də böləndə 4-ə, n-in qiyməti tapılır 2. Sağ olun, salamat qalın.